Bismillahirrahmanirrahim. Sabah may ayının 28-idir. Mayın 28-i Azərbaycanlılar üçün xüsusi əlamətdar gün kimi qeyd edilir və mən hesab edirəm ki, özünü Azərbaycanlı hiss edən hər bir şəxs bu günə sayğı və ehtiramla yanaşır. Ona görə ki, may ayının 28-i Azərbaycan Cumhuriyyətinin təsis olunduğu gündür. 1918-ci il mayın 28-də Azərbaycan Respublikası Cumhuriyyət olaraq yəni təsis edilib, yaranıb. Düzdür, onun ömrü cəmi 23 ay olub. Sonra 20-ci il aprelin 28-də Sovetlər Birliyi tərəfindən demək, işğal edilərək Sovetlər çətirinin altına alınıb. Amma hər halda bu bizim tariximizdir, bu bizim Respublikamızın, Cumhuriyyətimizin doğum tarixidir, mən belə deyərdim. Bu münasibətlə mən istəyirəm özünü Azərbaycanlı hiss edən, dövlətinə, vətəninə sayğı duyan hər bir şəxsi təbrik edəm və Allahdan istəyim ki, Allah inşallah tam müstəqil bir vətəndə, Azərbaycan adlı bir dövlətdə yaşamağı bizə nəsib eləsin. Eyni zamanda sabah Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfəri gözlənilir və Pakistanın baş naziri Şahbaz Şərif də bir neçə gündür Azərbaycandadır. Xəbər verildiyi kimi sabah Şahbaz Şərif, Pakistanın baş naziri və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, eyni zamanda İlham Əliyev, bunların üçünün iştirakı ilə Laçında Beynəlxalq Hava Limanının açılış törənində iştirakı gözlənilir. Yəni sabah bu üç şəxs Laçında olacaqlar. Bu Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə tikilən sayca üçüncü hava limanıdır. Əslində bu hadisə mənim düşüncəmdə iki dənə əsas sualı yaradır. Birinci bundan ibarətdir ki, beynəlxalq deməli işğaldan azad edilmiş ərazilərdə bir-birinə yaxın 3 beynəlxalq hava limanının tikilməsi nəyin nəsidir? Azərbaycan üçün bunun hansı faydaları var, hansı əhəmiyyəti var? Bunun hansı siyasi, iqtisadi dövlətə fayda gətirəcək və eyni zamanda onu da deyim ki, deməli, işğaldan azad edilmiş ərazilərə əslən oralı olan şəxslərin, vətəndaşların ora qaytarılması və yəni orada yaşayışın bərpası ilə bağlı proseslər çox ləng gedir və o ərazilərdə o qədər insan yaşamır ki, bu cür beynəlxalq ard-arda 3 dənə beynəlxalq hava limanının orada tikilməsinə ehtiyac yaransın. Bu barədə biz bir neçə dəfə fikrimizi bildirmişik, təhlillərimizi təqdim etmişik. Deməli, işğaldan azad edilmiş ərazilərdə sayca artıq üçüncü açılış olacaq. 3 aeroportun, hava limanının, beynəlxalq statuslu hava limanının açılmasına nə gərək var? Bu kimin ideyasıdır? Burada bu həqiqətən Azərbaycan dövləti üçün maraqlıdır, yoxsa burada başqa dövlətlərin marağı var və s. Bu istiqamətdə müəyyən fikirlər səsləndirmişik. Dediyim kimi, birinci sual bundan ibarətdir ki, işğaldan yeni azad edilmiş ərazilərdə 3 dənə bir-birinə yaxın beynəlxalq hava limanlarının tikilməsi bu Azərbaycan dövləti üçün və xalqı üçün nə qədər faydalı ola bilər? Bu bir sualdır və mən bunu izləyicilərə ünvanlayıram. Şərh yerində bu sualı cavablandıra bilərlər. İkinci məsələ, biz gördük ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bundan əvvəl 2 hava limanının açılışında da iştirak edib. 2021-ci il oktyabr ayının 26-sında Füzuli Beynəlxalq Hava Limanının açılışında Ərdoğan iştirak edib. Sonra ondan bir il sonra 2022-ci il oktyabrın 20-sində Zəngilan
hava limanında açılışında, beynəlxalq hava limanı açılışında Erdoğan iştirak edib və bu da sadəcə 3-cü olan Laçın beynəlxalq hava limanının açılışında iştirak edəcək. Sual bundan ibarətdir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğan işğaldan azad edilmiş ərazilərdə tikilən beynəlxalq hava limanlarının açılışından hamısında iştirak etməsi hansı mesajlar verir? Yəni bu niyə Erdoğan beynəlxalq hava limanının açışlarında, xüsusən işğaldan azad edilmiş ərazilərdə, torpaqlarda tikilən hava limanlarının açılışında olmalıdır? Bu əslində bu sualı vacib edən, daha doğrusu bu sualı maraqlı edən müəyyən məqamlar var. O məqamlardan bir neçəsini elə Erdoğanın səsləndirdiyi fikirlərdir ki, mən xatırlayıram, Erdoğan səhv etmirəmsə 2021-ci il Azərbaycana səfəri zamanı Milli Məclisdə çıxış edərkən demişdi ki, biz Qarabağı yenidən inşa edəcəyik. Ermənilər Qarabağı dağıtdılar, biz yenidən Qarabağı inşa edəcəyik və bilirsiniz ki, işğaldan azad edilmiş ərazilərdə deməli aparılan tikintilərdə əsasən türk şirkətləri orada işləyirlər. Azərbaycan şirkətlərinin ora buraxılmaması və yaxud da türk şirkətlərinin əsas aparıcı qüvvə türk şirkətlərinin olması ilə bağlı ciddi faktlar var. Hökumət bu məlumatları da hökumət nümayəndələri heç bir halda təkzib etməyib, çünki mətbuatda bu barədə ciddi faktlar təqdim olunub. Hökumət təkzib etmirsə, deməli bu faktların doğruluğunu təsdiqləyir deməkdir. Hətta orada fəhlələrin, Azərbaycanlı fəhlələrin deməli işlədikləri əmək haqqlarının ala bilməmələri, orada ciddi problemlər yaşamaları və s. Və baxmayaraq ki, son ildə, yəni 2025-ci ilin əvvəllərindən artıq işğaldan azad edilmiş ərazilərdə tikintinin sürəti xeyli zəifləyib. Bu barədə məlumat var. Bu da ayrı bir deməli mövzudur. Erdoğanın ikinci açıqlaması təbii ki, bütün beynəlxalq sensasiya yarada biləcək bir açıqlama idi. Azərbaycan hökumətindən buna ciddi təpki gəldi. Biz Qarabağa girdiyimiz kimi İsrailə də, Qəzzaya da girə bilərik açıqlaması bu məşhur açıqlamadır. Azərbaycan hakimiyyəti Erdoğanın Qarabağla bağlı açıqlamalarına göz yumurdu, amma görünür burada Azərbaycan-İsrail münasibətlərinə Erdoğanın açıqlaması bir ziyan gətirə bilərdi ehtimalı ilə, bu mənim ehtimalımdır. Hakimiyyət Erdoğanın bu açıqlamasına ciddi təpki verdi. Hətta bir ara Türk-Azərbaycan münasibətlərində biraz gərilmələr də biz müşahidə etdik. Və sair mövzular həqiqətən bu sualı maraqlı edir ki, Erdoğan Qarabağla bağlı niyə bu qədər deməli diqqətçildir və proseslərin bir çox proseslərdə deməli Erdoğan özü şəxsən iştirak edir. Burada bəzi məqamlar da təbii ki mövcuddur. Deməli işğaldan azad edilmiş ərazilərdə əhalinin orada köçürülməsi əvəzinə orada müxtəlif deməli planların olması, orada deməli Türkiyənin məsələ bu ərazilər vasitəsilə Cənubi Qafqaza gətirilməsi və s. kimi şayələr də ciddi yer alır və dediyim kimi bu şayələrin heç biri Azərbaycan hakimiyyəti tərəfindən deməli təksib edilmir. Təksib edilmədiyi halda nisbətən də, ən azı nisbətən bu söhbətlərlə deməli Azərbaycan hakimiyyəti razıdır deməkdir. Əziz izləyicilər, bütün hallarda mən düşünürəm ki, Türkiyənin, xüsusən Rəcəb Tayyip Erdoğanın işğaldan azad edilmiş ərazilərlə olan sevgisi və orada gedən proseslərə birbaşa özünün nəzarəti və özünün iştirakı, bu bizim üçün yaxşı bir şey deyil, yaxşı heç nə vəd etmir.
Ona görə də Azərbaycan hakimiyyəti bu məsələlərə aydınlıq gətirməlidir. Rəcəb Tayyip Ərdoğanın deməli işğaldan azad edilmiş ərazilərə münasibəti, onun bu qədər müdaxiləsi, yaxından iştirakını, daha doğrusu iştirakı ilə bağlı Azərbaycan hakimiyyəti xalqa geniş və tutarlı açıqlamalar verməlidir. Təbii ki, biz bunu gözləmirik, amma çünki bu vaxta qədər Azərbaycan hakimiyyəti gördüyü heç bir işin hesabatını təqdim etməyib. Hesab etmirəm ki, bunu da deməli bu barədə də hər hansı bir açıqlama və izahat verməkdə özünü borclu bilsin. Amma hər halda cəmiyyət bu barədə, ən azı cəmiyyət bu barədə biraz ayıq olmalıdır. Çünki biz bir müddət əvvəl, bir neçə həftə bundan əvvəl Rəcəb Tayyip Ərdoğanın ümumilikdə Azərbaycan xalqına qarşı, Azərbaycanın tarixinə qarşı səsləndirdiyi fikir həqiqətən bizi çox ciddi şəkildə narahat etdi və üzdü. Bu fikir təbii ki, təkcə Ərdoğandan deyil, Türkiyə hakimiyyətində AKP-nin özünün mövqeyidir. Yəni, Türkiyə hakimiyyətinin bugün Azərbaycana mövqeyini bir neçə həftə bundan əvvəl biz açıq şəkildə Ərdoğanın və Numan Qurtuluşun dilindən eşitdik və ciddi şəkildə narahat olduq ki, həqiqətən narahat edici bir məqam idi. Ona görə də o açıqlamanın, o söhbətlərdən, müzakirələrdən sonra Rəcəb Tayyip Ərdoğanın yenidən beynəlxalq hava limanında, Laçın beynəlxalq hava limanında açılışında iştirak etməsi Azərbaycan cəmiyyətini həqiqətən düşündürməlidir və cəmiyyət bu barədə müvafiq deməli ünvanlardan hesabat və izahat tələb etməlidir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.